İran rejiminin rəsmi televiziyasında Xameneiyə ölüm fəryadı. Lərzəyə gəlmiş qalada nida. Canlı yayımda baskı altındaki şuaraltının sükutu. بهمن با حضور پرشور همه مردم، آحاد مردم، کارمندان، آحاد مردم، اتحادیه مردم دو را آتکن که نشان بده الله اکبر، مرگ بر خامنه‌ای و مرگ بر Sistan və Bəlucistan əyalətinin yerli telekanalında baş vermiş tayı görünməmiş hadisə. Sadəcə bir media hadisəsi olmaqdan kənara çıxaraq, 10 illiklər boyu ictimai rəyi manipulyasiya etmək üçün böyük vəsaitlər xərcləyən rejimin təbliğat aparatının daxili qatlarının aşınmasından xəbər verir. 22 bəhmən 11 fevral 1405-ci il tarixli İslam İnqilabının xüsusi bayram proqramının canlı yayımı zamanı aparıcı müxbirin Xameneiyə ölüm şüarı səsləndirməsi, özü də Zahidanın qanlı cümə günü kimi ağır yaraları bağrında daşıyan bir vilayətdə Səda və Sima İran Teleradiosu qurumunun iki boş əzəmətinə sarsıdıcı bir zərbə vurdu. Psixoloji və siyasi təhlil. Psixoloji baxımdan Freud nəzəriyyəsinə əsaslanan dil sürüşməsi, bu səhv və ya dil çaşması əslində həqiqətin şüur altından püskürməsidir. Sistan və Bəlucistan kimi qabaqcıl bir vilayətdə sosial reallıqların təzyiqi və baskılardan doğan yığılmış qəzəb elə bir həddə çatır ki, hətta sistemin rəsmi maaşlı işçiləri belə təbliğatın ən yüksək nöqtəsində bu cür kəlam süqutuna uğrayırlarsa, bu, hakimiyyətin daxili gövdəsindəki parçalanmanın geri dönüşü olmayan nöqtəyə çatdığı deməkdir. Beynəlxalq hesabatlara istinad. BBC və Radio Farda kimi mötəbər media qurumları daha öncə dəfələrlə öz hesabatlarında qadın, yaşam, azadlıq qiyamından sonra İranın dövlət və hərbi qurumlarının daxilində sadiq qüvvələrin qopması və kütləvi istifalara toxunublar. Həmçinin sərhədsiz reportyorlar RSF təşkilatı İranın dövlət televiziyasını dəfələrlə birbaşa baskı aləti kimi təqdim etmişdir. Canlı yayımda belə bir hadisənin baş verməsi sübut etdi ki, hətta ən sərt seçimlər və təchiz olunmuş nəzarət odaqları, yəni rejissor otağı belə küçənin səsini hakimiyyət studiyalarına sızmaqdan qoruya bilməz. Bu hadisə fərdi bir səhv deyil, öz ağır cinayətləri altında əzilən bir sistemdə baş verən faciədən sonraki şokun təzahürüdür.